Fevralın 8-də ictimai xadim, araşdırmaçı, publisist, ilahiyyatçı, Mədəni Niyyət qəzetinin təsisçisi və baş redaktoru Hacı Rahim İsmayılovun təşkilatçılığı ilə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda edərək müqəddəslik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinə əsr olmuş silsilə tədbirlərin növbəti məclisi keçirilib. Bu dəfəki tədbir eyni zamanda fevral ayının müxtəlif gününə təsadüf edən Həzrəti Məhəmməd sallallahu əleyhi və səlləmin övladları İmam Hüseyin, İmam Zeynalabdin, Həzrət Əbülfəzil Abbas və İmam Zamanın səadətli mövludları ilə üst-üstə düşdüyündən məclisin əhəmiyyətini daha da artırıb. Mənəvi dəyərlərə əsr olunan məclis Allahın müqəddəs kəlamı Quran-ı Kərimdən müxtəlif ayələrin oxunuşu ilə başlayıb. Allahın ismi ilə, Allahın zikri ilə başlanmayan əməlin axırı yoxdur. Elə Allahın adıyla, Allahın ismiyle başladığımız bu bayram tədbirimizdə də inşallah ki Allahın xoş nəzəri olar, inşallah ki qəbul olunan məclislərdən, tədbirlərdən olar. Allahu Ekber, Allahu Ekber. Sonra Azərbaycan torpaqları uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra tədbir ilahi musiqi sədaları altında mədəni ictimai proqramla davam etdirilib. Məclisi giriş sözü açan Hacı Rahim İsmayılov şəhid analarını, ailə üzvlərini, qaziləri, mötəbər qonaqları salamlayıb tədbirin məramı haqqında məlumat verib. Tədbirdə ilahiyyatçı alimlər, ilahi musiqi ifaçıları, şairlər və yazıçılar, tanınmış ictimai xadimlər, teleaparacılar, jurnalistlər, QT sədrləri və nümayəndələri çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq xalq rəhbər birliyinin zirvəsi sayılan Qarabağ müharibəsindən qazanılan zəfəri yüksək dəyərləndiriblər. Bu günlərin biz bütün Azərbaycan uğrunda şəhid olanların xatirəsinə, ruhuna həsr olunmuş bir məclis qurmuşuq. O cümlədən Həzrəti Peyğəmbər və Peyğəmbər övladlarının belə deyək də, onların mövlud doğum günü münasibəti ilə o günlərdir, onların adına, şəhidlərimizin adına belə bir ehsan məclisi qurmuşuq, ehsan süfrəsi qurmuşuq. Allah cəmi şəhidlərimizin ruhlarını şad edəsin, Allah şəhidlərimizi bizi onların yanında xəcalətdə eləməsin. Şəhid analarımız var məclislərimizdə və oradan da onların qarşısında insan bilmir nə söz danışsın, bilmir hansı xidmət eləsin ki, onların qəlbində o kədər ki var, o kədərə şərik olmaq üçün, biz də əlimizdən gələn nəsə eləyirik ki, bəlkə o kədəri onların qəlbini, çünki Həzrəti Peyğəmbər Əleyhisselam buyurub ki, qəlbi sındırman Kəbə evin divarlarının üstünüşə bərabərdir. Yəni, istər bilərəkdən, istər bilməyəkdən. İndi bir qəlb sınma var ki, o övlad acısıdır. Bir qəlb sınma var ki, o ata-ana acısıdır ki, onu əlindən versən, itirərsən. Amma nə qədər ata-ana olsa da, amma övlad acısı ondan daha da ağır olur. Biz də maksimum bacardığımız qədər onların qəlbini almaq üçün belə tədbirlər təşkil edirik. Siz də çox sağ olun, təşəkkür edirik ki, bizim məclislərdə belə iştirak edirik. Əsasən şəhidlər daha çox yas məclislərində bilirsiniz ki, yad edilir və yaxud onların ad günündə, ya şəhidlik zirvəsinə qalxan günlərdə. Amma bu məclisin gözəlliyi odur ki, həm dinimizdə olan imamların şəhidliyi ilə bağlı o ucalıq zirvəsi, həm bizim öz şəhidlərimiz. Bugün həmin o gənc şəhidlərin 100 min könüllü ki, Qarabağa getmişdi, onlara həsr olunmuş bu tədbir bir daha sübut etdi ki, şəhidlərimiz heç vaxt unudulmur. Hər zaman onlar bizim qəlbimizdədir. İndi bizim gənclərimiz məhz o şəhidlərin igidliyini çevirməlidirlər Azərbaycanın, Qarabağın daha sürətli inkişafına. Tədbirin xüsusi qonaqları sayılan şəhid analarının, qazilərin çıxışı məclisi daha da nüfuzlu edib. İştirak edən balacalara ünvanlanmış öyrədici, məlumatlandırıcı sual-cavab hissəsi də bütün iştirakçıların ürəyincə olub. Sonda qonaqlara, şəhid analarına və iştirakçılara müxtəlif hədiyyələr verilib.
milli mənəvi dəyərlərə sosial mənəvi dəstək verdiklərinə görə bir neçə jurnalist, ictimai xadim, sosioloq, ilahiyyatçı və din xadimi Mədəni Niyyət media orqanı tərəfindən ilim fəxri diplomu ilə təltif olunub. Möhtəşəm tədbir ehsan süfrəsi arxasında davam etdirilib. Cabir Məmməd, Müqabil Bəbirxanov, Səs TV.